Yumurtanı, məsələn, karbohidrat yeyirsən də, mən qreçka yedim, ya düyü yedim və yaxud da ki, digər karbohidratları, çörək yedim, təzə şirə içdim. Bunlar hamısı şəkəri qaldırır, Samir bəy. Bəs nə etməli? Əgər sən onlardan qabaq bir yumurta yemisənsə, bu yumurtanın zülalı qoymur, həmin o şəkəri miqdarını artmağı qoymur. Onun yəni tərkibində olan bircə şey bilmək lazımdır. Bəlkə də ilk dəfə deyirəm mən bunu efirdən. Zülal qəbulu, yəni yumurta zülalı tam təbiidir və onun içərisindəki sarı, bəzi adamlar ağını qəbul edir, sarısını qəbul etmir. Bircə şey bilir. Yumurtanın ağı da həyatdır, ən qiymətli zülaldır. Sarısının içərisində olan amin turşuları da həyatdır. Onlar qoruyurlar şəkəri, xəstəliyini, şəkərin miqdarının qanda artmasını qoruyucu mələyidir. Siz onu qəbul edin və sonra görəcəksiniz ki, bir aydan sonra sizin şəkəriniz haradan hara düşəcək. Doktor, üzr istəyirəm, təzyiqə də ziyanı yoxdur ki o? Yox. Heç bir şey. Bişirilmə qaydasına baxın. Sən yumurtanın yanına o dediyimiz doymamış yağda pişirsən, sən onu içərisinə qatsan digər vasitələri ki, eləyirlər, kotlet pişirir, üstünə yumurta vurur. Təbii ki, qızardır, onda şəkər də qalxacaq, təzyiq də qalxacaq.